Bismillahirrahmanirrahim. Məlumdur ki, Azərbaycan əsrlər boyunca dahi alimləri və igid sərkərdələri ilə İslam aləminə böyük töhfələr vermişdir. Eləcə də Əndəlus öz elmi və inkişafı ilə bütün İslam aləminə, Avropaya, hətta dünyaya belə böyük töhfələr vermişdir. Lakin Azərbaycan haqqında gözəl sözlərin təsdiqini, Azərbaycanın elm və ədəbiyyatda Əndəlusa bənzəməsini məşhur və qədim bir böyük İslam alimindən oxumaq daha da qürur vericidir. Azərbaycan haqqında olan bu yazını 2004-cü ildə oxuyanda çox sevinmişdim. İstəyirəm ki, həmin bu yazını əziz izləyicilər ilə də bölüşüm. Belə ki, 1085-ci ildə indiki İranın İsfahan şəhərində doğulan, Əhl-i Sünnənin çox böyük alimlərindən sayılan Əbu Tahir Əs-Siləfi kimi tanınan Əhməd ibn Məhəmməd Əl-Asbəhani bir çox ölkələr gəzərək elm axtarışında olmuş, çoxlu hədislər nəql etmişdir. Hətta alimlər onu dövrünün ən yaxşı hədis elmini bilən kimi də qeyd edərək hafiz adlandırmışdırlar. Əbu Tahir Əs-Siləfi o cümlədən də məşhur Xətib Təbrizidən ərəb dili dərsini də alaraq bu fən üzrə də alim olmuş, həmçinin şairliyi ilə də tanınmışdır. Əbu Tahir Əs-Siləfi Misirdə yaşayıb yaratmış və 1180-ci ildə Misirin İskəndəriyyə şəhərində dəfn edilmişdir. Babasının dodağı dovşan dodaq olduğu üçün ona Siləfi deyilib. Həmin bu görkəmli alim Əbu Tahir Əs-Siləfi Azərbaycan haqda öz şeirində belə deyir: Biladu Azərbaycanə fiş-şərqi indənə kəəndəlusin bil-ğarbi fil-ilmi vəl-ədəbi fəmə in təkədu dəhrə təlqa müməyyəzən min əhleyhimə illə və qad cəddə fit-tələbi. Şərqdəki Azərbaycan bizim üçün elm və ədəbiyyat baxımından qərbdəki Əndəlus kimidir. Hər bir dövrdə, hər iki bölgədən elə birini tapmazsan ki, elm və ədəbiyyatda çalışqan olmasın. Orta əsrlərin müsəlman alimi, səyyahı və yazıcısı olan Məhəmməd ibn Abdülmünim Əl-Himyəri də və əhl-i Azərbaycanə məşhurunə bil-ikbəbi aləl-ilmi vəl-iştiqali bihi. Azərbaycan xalqı elmə bağlılıqda və elmlə məşğul olmaqda məşhurdurlar deyərək bu şeiri də Əbu Tahir Əs-Siləfidən nəql etmişdir. Əlbəttə ki, bu gün də ölkəmizdə və ölkəmizdən müxtəlif səbəblərə görə köçüb gedən dahi və yaradıcı şəxslərimiz var. Elmdə, ixtirada irəliləyiş edən bu kəsləri həmişə lazımınca dəyərləndirib, daha da həvəsləndirməli və köçüb gedənləri də öz ölkəmizə qaytarmağa cəhd etməliyik. Uca Allah xalqımızı qorusun, elmdə, inkişafda həmişə öndə olmağı bizə nəsib etsin. Dinimizə, mənəviyyatımıza bağlanmamızda, layiqliləri layiqincə dəyərləndirməkdə bizə yardımcı olsun.